Hər vaxtınız xeyir olsun əziz dostlar. Tanıyan, tanımayan hər kəsə Allahın salamı olsun. Bəli, 26 iyun Milli Ordumuzun günü, Milli Ordu günü, Silahlı Qüvvələrin günü. Hal-hazırda Şəhidlər Xiyabanındayam. Bir yandan kədərliyəm, bir yandan da sevincliyəm. Sevincliyəm ona görə ki, bizim qalib ordumuz var, qalib xalqımız var və qalib prezidentimiz var. Qalib prezidentimizin Ali Baş Komandanın siyasəti nəticəsində və güclü ordumuzun şücaəti nəticəsində 30 il işğal altında olan, daha doğrusu işğal altında olan torpaqlarımız ordumuzun sayəsində azadlığına qovuşdu. Sözün bitdiyi yer. Hal-hazırda Şəhidlər Xiyabanındayam. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun ki, onların yerləri həqiqətən də cənnətdir. Mən bugünkü gündə həmişə qeyd eləmişəm ki, mən bugünkü gündə rahat evladımla gəzə bilirəmsə, otururamsa, dururamsa, gedirəmsə, gəlirəmsə, bax, bu igidlərin sayəsindədir. İstər 1-ci Qarabağ müharibəsi vaxtında, istər 2-ci Qarabağ müharibəsi, istər aprel döyüşləri və istərsə də antiterror müharibəsində öz canlarından, azadlıqlarından, öz sağlamlıqlarından keçən bu şəhidlərimizin məzarını yad etmək, onları daim başımızın tacı etmək bizim boynumuzun borcudur. Eləcə də mən bir Azərbaycan vətəndaşı kimi ki, onu da nəzərinizə çatdırım. Mənim atam da 1-ci Qarabağ müharibəsi dövründə mütəmadi olaraq döyüşlərdə iştirak edib və Şuşa, Ağdam, Xocavənd, Laçın, Xocalı döyüşlərində mütəmadi olaraq iştirak edib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq versin, müharibə iştirakçılarımızın Allah canını sağ eləsin və onları dünyaya gəlməyinə vəsilə olan o ana atanın əllərindən öpürəm. Dünyasını dəyişənlər varsa da Allah onlara rəhmət eləsin. Bugünkü gündə bura gəlmək, onları yad eləmək mənim boynumun borcudur. Və kədərliyəm ona görə ki, bunlar bizim üçün yeri gəldi canını, ruhunu, bədənini, ayağını, gözünü, bir sözlə ümumiyyətlə bütün sağlamlığını qoydular. Bəli, Allah rəhmət eləsin şəhidlərimizə. Dünyanı heyrətə salan oldunuz, azadlıq odunda yanan oldunuz, keçib ürəklərində qalan oldunuz. Unutmaq olar mı sizi şəhid?